Salam əleykum. Hər birinizi salamlayıram. Hər zaman görürsüz ki, belə-belə suallara cavab verirəm. Nəsə də, yəni sağalanları göstərirəm, amma bu səfər tamam başqa bir şey oldu. Bu videonu çəkməkdə məqsədim nədir? Yəni birdən-birə elə bil düşüncəmdən bu keçdi də. Dedim sizlərə də deyim ki, qoy biləsiz. Vallah bir şey deyim sizə. Mən 5 barmağım kimi artıq əminəm ki, mən xəstələnəndə nəsə bir problem olanda özüm özümə yardım eləməsəm, heç kəs mənə yardım eləyə bilməz. Heç kəs. Bir problem varsa mən özüm özümə yardım eləməliyəm. Çünki öz bədənimi tanıyan bir insan kimi. Sizə tövsiyəm odur ki, çalışın, özünüz öz həkiminiz olun. Hər zaman deyirəm, özünüz özünüzü sağaldın. Vallahi ki deyirəm ki, Rəbbim şahiddir ki, təkrar-təkrar deyirəm. Bədənimdə bir proses baş versə, bir orqanda bir problem olsa, mən özüm özümə müdaxilə eləsəm, özüm özümü ancaq sağalda bilərəm. Məni başqa heç kəs sağalda bilməz. Sağalda bilməz. Mənə yüngül nəsə eləyə bilər, yəni vəziyyətdən çıxartmağa görə, amma tam sağlam olmaq bizim öz əlimizdədir. Hər birinizə tövsiyə edirəm, xahiş edirəm. Özünüz öz həkiminiz olun. Ailənizi özünüz sağaldın. Olmadı, nəsə çıxıb bu nədir? Yəqin sivilcədir. Bax belə. Bugün də mənim ad günümdür. Birinci sizə, insanlara, dünyaya sağlam can arzu edirəm. Bütün insanlara, sonra da özümə. Sonra da özümə. Allah bizə verən bu ömrü qədər biz sağlam yaşayaq Allahın izni ilə. İnsan sağlam olanda düşüncələri də gözəl olur. Sağlam olanda xoşbəxt olur. Yaşamaq istəyir. İnsan xəstə olanda bədbəxt olur. Düşüncələri gözəl olmur. O insan əsəbi olur və yaşamaq istəmir. Bir zaman var idi ki, mən özümə ölüm arzulayırdım. Xəstəliyimin pis vaxtında. Deyirdim, ey Rəbbim, yatım durmayım, mənə rahat bir də ölüm bəxş elə. Artıq isə mən deyirəm ki, ey Rəbbim, mənə yaşamaq qismət elə. Mənə ver həyatı. Çünki xoşbəxtəm. Çünki xəstəliyim yoxdur. Düşüncələrim gözəldir. Hər birinizə sağlam can arzu edirəm. Sağlam can, Rəbbim verən bu nemətdir, bax bu bədən. Bunu zəhərləməyin. Bunu yükləməyin. Yükləsəz valla o ağır xəstəliklərlə sizi yaxalayacaq, biləsiniz. Belə, hər birinizə təşəkkür edirəm. Allah sizə can sağlığı versin.